and I think I found it. Green grass where the grass never near. We dance and we laugh at the men. Öz draması ilə dəhşəti gözəlliklə birləşdirən, azad ruh axtarışında olan, bütün qaranlıq içində gözəllik görməyə çalışan anti-fashion dizaynerlərdən və dövrümüzün dramatik kutiriyələrindən biri Alexander McQueen. Öz sirli maskaları ilə modanı şoka saldı. Ona ya dəlidir, ya da dahi deyirdilər. Amma Alexander McQueen haqqında bir həqiqət var ki, o moda tarixini dəyişdi. Lee Alexander McQueen 1969-cu ildə Londonda sadə bir ailədə dünyaya göz açır. Atası taksi sürücüsü, anası isə məktəb müəlliməsi idi. Uşaqlıqdan rəsm çəkməyə həvəsi olan Lee məktəbdən erkən ayrılır və artıq 16 yaşında dərzi köməkçisi vəzifəsində çalışmağa başlayır. O, əvvəlcə Anderson and Shepherd, sonra isə Gibbs and Hawkins kimi Savile Row'nun ən prestijli dərzi xanalarında çalışırdı və bu yerlərdə klassik kostyum tikilişinin incəliklərini öyrənirdi. Həmçinin daha sonra Angels and Burmans adlı teatr kostyumlar şirkətində işləyərək dramatik və vizual estetikaya olan sevgisini formalaşdırır. Cəmi 21 yaşında Central St. Martins Kollecinə gələrək burada müəllim kimi çalışmaq istədiyini bildirir. O çox əmin idi ki, o çox bilir və bunları mütləq gənclərə ötürməlidir. Lakin onun yaşının çox kiçik olduğunu bildirirlər və ona təklif edirlər ki, o master proqramına qatılsın. Və uzun müddət geri çəkilsə də, o bununla razılaşır və Central Martinsin master proqramına qatılır və buranın məzunu olur. Onun məzun kolleksiyası əslində səs-küyə səbəb olan kolleksiyalarından biri idi. 92-ci ildə təqdim etdiyi Jack the Ripper Stalks His Victims adlı kolleksiyası Londonun məşhur qatilinə istinad edirdi. Dram, qorxu və incəsənəti birləşdirməyi bacardı. Təsəvvür edin, bu geyimlərin astarında o saçlar bərkitmişdi. Deyilənə görə bu ya anasının ya da özünün saç tellərindən ibarət idi. Onun ilk kolleksiyası tamamilə satılır və onun bu kolleksiyasını həmin dövrdə publisist, moda redaktoru olan Isabella Blow bütünlüklə alır və Isabella Blow demək olar ki, Alexander McQueen'in həyatında çox böyük bir rola malik olacaq, onu məşhurlaşdıracaq və eynilə onun adının məhz Alexander McQueen olmasının əsas səbəbkarı da Blow olacaq. Əslində onun kolleksiyanı alması McQueen'ə çox böyük bir dəstək idi. Yeni başlayan dizayner üçün, yəni ən lazımlı bir şey zaten pul idi. Eynilə Isabel Blow ona adından Lee hissəsini çıxmağı məsləhət görür. Çünki Alexander özünü həmişə Lee Alexander McQueen adlandırırdı. Lakin Isabella Blow'nun məsləhəti ilə o artıq Alexander McQueen olacaqdı. Ümumiyyətlə, Alexander McQueen'in çox təəssüflər olsun ki, az yaradıcılığı oldu və biz onun, məsəl üçün, indiki dövrlərdə nələr yarada biləcəyini görə bilmədik. Amma onun yaratdığı bütün kolleksiyalar və onun göstərdiyi bütün dəfilələr demək olar ki, hərəsi ayrı bir hekayə idi. Və onun kolleksiyaları çoxdur, amma məsəl üçün elələri var ki, mütləq ki o kolleksiyaları bilmək lazımdır. Məsələn, 95-ci ildə Highland Rape adlı kolleksiyası qadınlara qarşı olan zorakılığı göstərirdi. Dante 96-cı ildə ölüm və din mövzularından istinadlar var idi.
Bundan başqa nömrə 13 99-cu ildə, Voz kolleksiyası 2001-ci ildə, eləcə də Platos Atlantis 2010-cu ildə olan kolleksiyaları çox vacib idi. Və onun son kolleksiyası Angels and Demons 2010-cu ildə təəssüf ki, ölümündən sonra təqdim edildi. Alexander McQueen deyirdi: "İşlərimdə insanlar çox aqressiya görür, mən isə romantika görürəm. Bu mənim iç dünyamdır." Ümumiyyətlə çox həssas bir insan idi. Onun karyerasında çox böyük rolu olan Isabella Blo'nun özünə qəsd etməsi, eyni ilə onun ən sevdiyi insanı olan anasının 2007-ci ildə itirməsi ilə McQueen dərin bir depressiyaya düşür. Ümumiyyətlə qeyd olunur ki, o uşaqlığı çox çətin keçib, hətta atası tərəfindən zorakılığa məruz qalıb və buna görə də onun travmaları çox idi əslində. Zaten biz onun dravmasını bütün kolleksiyalarda hiss edə bilirik. Anasının ölümü ona çox pis təsir edir və onun depressiyası dərinləşir və 2010-cu ildə moda həftəsindən bir gün qabaq o öz həyatına son qoyur. Məktubunda isə yazırdı: "It's been real. Look after my dogs. Sorry. I love you, Lee." Bu həqiqət idi. Mənim itlərimə baxın. Üzr istəyirəm. Sizi sevirəm. Lee. Ümumiyyətlə McQueen'in emosional dərinliyi çox böyükdür və onun dramatik teatrı bizə əslində çox mesajlar verirdi. O deyirdi, mən gözəlliyi ən qorxunc yerdə tapıram. O öz qaranlığını sənətə çevirmişdi sanki və onun hekayəsi bizə sübut edirdir ki, ən qaranlıq yerlərdən belə parlamaq mümkündür. Qeyd edim ki, Alexander McQueen 96-cı ildə eyni zamanda Givenchy brendinin kreativ direktoru olaraq çalışır və John Galliano'nu əvəz edir. 2001-ci ildə isə o bu vəzifəsindən ayrılır. Bu gördüyünüz geyimlər isə Alexander McQueen'in məhz Givenchy üçün yaratdığı kolleksiyasındandır. Onun irsi onun sağ əli sayılan Sarah Burton tərəfindən davam etdirildi. Və uzun illərdən sonra Sarah Burton öz yerini Sean McGirrə verdi və son kolleksiyaları Sean McGirr hazırlayır. Moda tarixində bir çox kolleksiyalar, bir çox dizaynerlərin dəfilələri təsiredici qüvvəyə malik olub. Onların siyahısında bir neçə kolleksiya məhz Alexander McQueen'in kolleksiyalarıdır. Bunun haqqında mən əlavə video düzəldəcəm ayrı, amma burada isə bəzi fraqmentlər, bəzi təsir edici həmin o kolleksiyalardan olan görüntüləri qoyuram. İstərsə Voz kolleksiyası, istərsə nömrə 13, istərsə onun robotlarının necə geyimləri bəzəməsi və yaxud da Kate Moss'un holoqramının çıxışı. Bunlar hamısı sadəcə dahiyanə idi. Yəni kimsə qəbul etməyə bilər, amma bu faktdır. O mənə görə dahi idi. My sisters and my brothers drawing this dress on a peeled wall. The wallpaper had come off and there was a bit of bare wall, and I draw this one dress. It's my earliest memory of a sketch. And do you have any record of it at all? No, I wanted to go back and chip the cement off. You know, I know we sold the house years ago, but I always wanted to go back and know exactly still where I drew the picture. I've always wondered where your fascination for the macabre comes from. I think it's
I think it's important to look at death if it comes under the word macabre, because I think it's part of life. I think I've always been fascination with the Victorian view of death, where they almost, you know, when they used to take pictures of the dead, it's not about brushing under the carpet like we do today. It's about, you know, it's more like celebrating someone's life, and I don't think it's a bad thing. I think it's a very sad thing, but a melancholic thing. But I think it's a very romantic thing because it means an end of a cycle, and everything has an end. And I think the cycle of life is, you know, is a positive thing because it gives room for new things to come behind you. So.